Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Walmart mağazalar şəbəkəsində hüquq mühafizə orqanları tərəfindən əməliyyat keçirildiyi bildirilir. Sfera az xəbər verir ki, bu haqda məlumatı Barometr TV Telegram kanalı yayıb. Əməliyyatın səbəbi şəbəkənin həbs edilən Adnan Əhmədzadə ilə birbaşa əlaqəsinin olması ehtimalıdır. Hazırda əməliyyatın detalları açıqlanmır. Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən təsdiq və ya təkzibedici məlumat da verilməyib. Musavat.com-un məlumatına görə Walmart mağazalar şəbəkəsi son illər Azərbaycanda ən sürətlə genişlənən pərakəndə ticarət brendlərindən biri kimi tanınır. Lakin şirkətin real sahibləri, maliyyə hesabatları və fəaliyyət şəffaflığı barədə ictimaiyyətə təqdim olunan məlumatlar çox məhduddur. Araşdırmaya görə Walmart brendinin arxasında Promart MMC adlı şirkət dayanır. Dövlət Vergi Xidmətinin məlumat bazasına əsasən bu şirkət Fast Moving Business MMC və Unitrade Group MMC tərəfindən təsis edilib.